ürəyi cümhuriyyətləriyle döyünən hər kəsin bu günləri bayramın təbrik edirik və ölkəmizin taleyində, tarixində ən işıqlı səhifələrdən biridir Cumhuriyyət. 28 may istiqlalı və bu vətənləşmə günüdür, millətləşmə günüdür, devlətləşmə günüdür. Bu münasibətlə hər kəsi təbrik edirəm. Resulzade! 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 Əlbəttə, bu mübarək günə gedən yol uğrunda Resulzade və onun dava arkadaşları böyük bir mücadilə yolu keçiblər. Əslində ideya kimi devlət olmaq, millət olmaq, vətənə sahib çıxmaq ideyası 19-cu əsrin sonlarında yaşayan Azərbaycan mütəfəkkirləri tərəfindən hədəf olaraq göstərilmişdi. Ümmətdən millətə keçid kimi tarixi bir yol müəyyən edilmişdi. Bu yolun banisi Həsən bəy Zərdabi idi və onun yetirmələri Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlmərdan bəy Topçubaşı birinci mərhələdə bu missiyanı öz üzərlərinə götürdülər. Az sonra tarixin səhifəsinə Məhəmməd Əmin Rəsulzadə. Rəsulzadə sözün tam mənasında bir cumhuriyyətin yaradılmasın özünün fəaliyyətinin əsas hədəfi hiss etdi və xüsusilə mühacirətdən qayıdandan sonra 1913-cü ilin sonları, 14-cü ilin əvvəllərində ki, milli dirilik konsepsiyasını yarattı və hər bir millətin diriliyi onun mövcudluğundan, dövlətləşməsindən və millətləşməsindən keçirdi. Və Resulzadə bu konsepsiyanı 13-cü ildə irəli sürsə də, nəhayət 18-ci ildə bunu gerçəkləşdirə bildi. May ayının 28-də deməli, Azərbaycan Xalq Cumhuriyyəti elan edildi və millət öz devlətini qurdu, öz torpaqlarına sahib çıxdı və Cumhuriyyət formasında müstəqilliyinə nail oldu. Üzeyir bəy öz yazılarının birində göstərirdi ki, daha doğrusu bir yaş adlı yazısında göstərirdi ki, Cumhuriyyətin birinci il dönümündə biz bu Cumhuriyyətə gəlib yetişməkdən ötürü dəryalarca qan verdik. Və tale elə gətirdi ki, o zaman Cumhuriyyətə gedən yol və 90-cı illərdə də Cumhuriyyətin bərpasına gedən yol o dəryalarca qandan keçdi. Və yaxud da ki, bu Cumhuriyyətin qurucularından biri Əlmərdan bəy Topçubaşı öz məktublarında yazırdı ki, biz bu Cumhuriyyətə qovuşmaqdan ötürü kipriklərimizlə od götürdük. Və sözün tam mənasında bir nəsil ki var idi, həyatın bu Cumhuriyyətin qurulmasına həsr etmişdi. Bunların içərisində başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Əlmərdan bəy Topçubaşov olmaqla, Fətəli xan olmaqla, Nəsib bəy olmaqla, Həsən bəy Ağayev olmaqla və Azərbaycan Cumhuriyyətinin ilk parlamentində təmsil olunan, ilk dövlətində, hökumətində təmsil olunan o qurucu babalar olmaqla gerçəkdən bir devlət vücuda gətirdilər ki, üzərindən 107 il keçməsinə baxmayaraq, biz yenə də sizinlə birlikdə o Cumhuriyyətin 107-ci il dönümünü qeyd edirik.
Cumhuriyet nə idi? Cumhuriyet bir sevda idi. Cumhuriyet 100 ildən artıq əsarətdə sıxılan bir millətin azadlıq məqamı idi. Cumhuriyet Rus imperiyasının müstəmləkə sisteminin dağılmasından Cumhuriyet formasında tapılan bir nicat idi. Ona görə də nə qədər Azərbaycan xalqı, nə qədər Azərbaycan milləti yaşayırsa, bu Cumhuriyet də olacaq. Baxmayın, onların liderlərinə heykəllər qoymurlar, böyük talım deyək, layiq olduğu saygını göstərmirlər, amma o böyük insanların abidəsi millətin qəlbindədir. Yəni, adamları bu günləri heç kəs bura inzibati yolla gətirmir. Adamlar bura öz ürəyinin hökmü ilə, düşüncəsinin hökmü ilə gəlirlər bu ziyarətə. Və nə qədər ki, müstəqil dövlət olacaq, Rəsulzadə olacaq, Cumhuriyet qurucuları olacaq və millətin yaddaşında bu hadisə zaman nəsillər dəyişəcək, yeni insanlar gələcək. Amma millətin yaddaşından bu Cumhuriyyəti silmək mümkün olmayacaq. Çünki Cumhuriyyət bir dəyərdir ki, həmin 18-ci ilin 28 may istiqlalında təcəlli etmişdir və o 2 ilin, heç 2 ildə tamam olmadığı 23 ayın istiqlal mücadiləsi millətin ideallarının təcəlli etməsində öz əksini tapdı. Dünən axşam ben Amerika'da olanda bir Cumhuriyetlə bağlı bir hardasa 20 dəqiqəlik bir program çəkmişdik. Tanınmış jurnalist Aynur Talıbova ilə birlikdə. Dünən o yayıldı. Bizim Cumhuriyet haqqında fikir və mülahizələrimizin bəzi hissəsi orada öz əksini tapıbdı. Əlbəttə yığışan formada. Amma Cumhuriyet barəsində görürsünüz bütün bu təqiblərə baxmayaraq, göz ardı edilməsinə baxmayaraq, sayğı göstərilməsinə baxmayaraq, müstəqillik devrində nə qədər kitablar yazıldı, nə qədər deməli, filmlər çəkildi, nə qədər proqramlar hazırlandı. Və o proqramda da elə mənə sual verilir ki, bu mövcud Əliyevlər hakimiyyətinin bu Cumhuriyyətə belə sayğısız münasibəti nə ilə bağlıdır? Əlbəttə, bunlar Cumhuriyyəti özlərindən hesab eləmirlər. Yəni, o şey ki, bunlara aid deyil, onların hamısına göz ardı eləməyə çalışırlar və Azərbaycanda nə varsa hamısını öz adları ilə bağlamaq istəyirlər. İndi Rəsulzadə kimi böyük bir mütəfəkkiri, əməl adamın, fikir adamın, ideya adamın necə tarixdən endirəsən ki, Əliyevlər özlərin deməli tarixdə bərqərar etsinlər. Sovet hökuməti 70 ilə yaxın Rəsulzadəyə qarşı mübarizə apardı. Rəsulzadəyə qarşı mübarizə aparanların demək olar ki, hamısı ondan qabaq öldü, tarixin zibilliyinə qoşuldu və bugün də bizimlə qonşu olan ölkələrdə qurucu babalara olan sayğıya diqqət yetirin, bizdə olan sayğıya yetirin. Çünki Cumhuriyet, onun liderləri örnək şəxsiyyətlərdir, tarixə örnək vermiş şəxsiyyətlərdir. Onlar Əliyevlər üçün qorxulu yuxu kimi bir şeydir. Məsələn, Nəsib bəyin o təmizliyi, Fətəli xanın baş nazir kimi millətə xidməti, Əlmərdan bəy Topçubaşovun Azərbaycan parlamentinin sədri kimi fəaliyyəti, Azərbaycanı Paris Sülh Konferansında təmsil etməsi, Azərbaycan idealların dünyaya çatdırılması,
ve Resulzade kimi hayatın bütün cumhuriyet değerlerini hasretmiş bir adamı tarihten silmek mümkün değil. Ve bugünleri biz büyük iftiharla qeyd etmeliyiz ki Cumhuriyet tarihinin, Cumhuriyet taleyinin, Cumhuriyet ənənələrinin bərpa edilməsində Azərbaycan Xalq Cəbhəsinin o 80-ci illərin sonlarında başlamış o möhtəşəm hərəkatın büyük rolü oldu ve Cumhuriyet irsinin kaldırılmasında Xalq Cəbhəsinin yaradıcısı ve təsisçisi Əbülfəz Elçibəyin büyük xidmətləri oldu. Hayatta en şerefli iş milletin hakkı ve hukuku uğrunda mübarizə aparmaqdır. Ve bugünləri siz ki bu kadar mesafeni qət edib bura gelmişsiniz, hamınıza eşq olsun. Sağ olun. Bu fikrə görə, bu değerə görə. Ey aziz Cumhuriyet severler, Azerbaycan severler, azadlık aşıkları, Resulzade yolunun yolcuları, hamınızı yürekten salamlayıram. Aziz hemvatanlar, bugün Azerbaycan tarihinin en şerefli günüdür. Bugün bizim en büyük milli bayramımızdır. Bugün Azerbaycan adlı müstakil devletin yaranışı günüdür. Ama təkcə müstakilliğimizin günü değil, hem de Azerbaycan'da Demokratik Respublikanın, Cumhuriyetin kurulduğu gündür, azadlığın günüdür. Bu bayram münasebetiyle her birinizi yürekten tebrik ediyorum. Biz bugün de bu büyük, müqəddəs milli bayramımızı məhz büyük lider Resulzade'nin huzurunda qeyd edirik. Neye göre biz bu müqəddəs günde her zaman bura toplaşırız? Ona göre ki biz Cumhuriyet sevdalıları yaxşı bilirik ki Azerbaycan Cumhuriyetine, Azerbaycan demokratiyasına en büyük abide elə Resulzade'dir. Resulzade obrazıdır. Onun da yegane abidesi buradadır. Ona göre biz buradayız. Ben herden düşünürüm ki Məhəmməd Əmin Resulzade'nin bu millete bəxş edilmesi uca yaradanın bu millete bir nimetidir. Bu büyük şəxsiyyəti bize bəxş etmekle sanki bütün zamanlar için bize özgüven ünvanı yaradıblar. Bütün zamanlar için bu millete İnam ünvanı yaranıp Məhəmməd Əmin Resulzade'nin hayatı bize bütün zamanlarda bir örnektir. Bakın Azerbaycan için, azadlık için, Cumhuriyet için
ondan artıq heç kim qurban vermedi. Resulzade kadar bu millet üçün heç kim fedakarlık etmedi. Mehmed Emin Resulzade bu millet için bu kadar fedakarlıklar ederken yine de teessüf ki nankörler ve namertler tapıldı. Onu karalayıp bu milletin gözünden salmak istediler. Belki de 100 yıl bu mübarizeni yapardılar. Ama sonda Resulzade galip oldu. Çünkü bugün hatta onu sevmeyenler de Resulzade ve onun silahdaşlarının kaldırdığı o 3 renkli bayrağımızın karşısında diz çökürler. Bugün Azerbaycan halkının mütlak ekseriyeti Resulzade yolundadır. Resulzade galipti. Onu bu millet gerçek ümummilli lider sayır. Resulzade, 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 Resulzade. İndi ölkəmiz çətin zamanlardan keçir. İndi əlbəttə ki çox böyük çətinliklərlə üz-üzədir bütün demokratlar, bütün azadlıq sevdalıları, cumhuriyyətçilər, çox saylı həbslər, məhrumiyyətlər, yolun uzaqlığı bəzilərinizi ruhdan sala bilər. O zaman bizim o ulu öndərlərimizi, bizim o qurucu babalarımızı xatırlayın. Görün ki, onlar hansı çətin zamanda, çətin şərtlərdə bu cumhuriyyəti qurdular. Ölkə başdan başa işğal altındaydı. Ordu yox, xəzinə yox, dövlət institutları yox, insanlarımız təhsilsiz, mətbuatsız, xurafat meydan oxuyur və belə bir vaxtda bu milletin bağrından çıxan sayılıb keçilmiş övladları Azərbaycanı nəinki müstəqil dövlət kimi bərpa edirlər, qururlar. Hatta bütün Avrupa'da nümunə olacak, başımızı bugün de uca eləyəcək, tam demokratik bir halk cumhuriyeti kururlar. Bakın, bu bir nümunedir. Eğer bizim halkımız bütün o hücumların karşısında Resulzade'ni ayakta sakladısa, demeli halkımız her zaman azadlıktan yanadır. Onu müvəqqəti olarak həbslərlə qorxuda bilərlər. O özünü susmuş kimi, barışmış kimi göstərə bilər. Amma hər zaman qəlbinin dərinliyində o ədalətdən yanadır, azadlıqdan yanadır, demokratiyadan yanadır. O fürsət gözləyir. Ona görə də bugünkü demokratlar da bunu bilməlidirlər. Qətiyyən ümitsizliyə düçar olmayın. Milletimizin ədalətine emin olun. Milletimiz Resulzade'ni başı üzerine kaldırmış, gelir bilen milletimiz her zaman azadlıktan, adaletten yana olacak. Buna hiçbir şüpheniz olmasın. Ben tesadüfen 107 yıl önce Azerbaycan'daki çetin, ümitsiz şeraiti hatırlatmadım. Bakın, kurucu babalarımız o dövrde, o ağır şartlar altında bacardılar. Bize indiki şartlar çetin görünür. Ama o vaxtla müqayisədə indi daha yaxşıdır. Sizi həbslərin çoxluğu narahat etməsin. İndi bizim sosyal şəbəkələr vasitəsilə sesimiz 100 binlere, milyonlara çatır. İndi Azerbaycan halkı baştan başa savadlıdır. Azerbaycan halkı hakkın yanındadır. Ona göre de indi de bizim o şansımız var ve biz mütlak 107 yıl bundan önce kurucu babalarımızın bacardığını biz de bacaracağız. Ve Allah'ın köməkliğiyle, bu milletin əzmiyle yeniden 3. dəfə ve ebedi olarak Azerbaycan Cumhuriyetini
bərpa eləyəcəyik. Azərbaycan əbədiyyən var olacaq. Eşq olsun Azərbaycana. Bəli, bugün ölkəmizin üzərində qaramat buludlar dolaşır. O qaramat buludlar ölkəmizi qaranlığa düçar etdikcə Resulzadə ideyaları, Cumhuriyet ideyaları, azadlıq ideyaları daha da cür parlayır. Ey sevgili azadlıq, ölünmez mi uğruna soruşan, sual eden bizim muasirimiz, mübarize şairimiz, əqidə dostumuz Saadet Cahangir bizim hislerimizin en güzel tercümanıdır. Bəli, biz azadlıq sevdalılarıyıq. Biz azadlıq üçün, Azərbaycan üçün ölümü belə gözə almış insanlarıq. Və ona görə də biz artıq heç nədən, heç kimdən qorxmuruq. Biz Azərbaycana azadlığı gətirəcəyik. Azərbaycanın haqqı da azadlıq. Bəli, biz Cumhuriyet sevdalıları, Azərbaycan azadlıq sevdalıları demokratiyadan yanayıq. Biz seçilen hakimiyetten yanayıq. Bu da o demektir ki her cür monarxiyaya, hüquqsuzluğa qarşıyıq. Biz tek adam hakimiyetlerine qarşıyıq. Ve biz çoxuq. Ve biz bacaracağıq. Ona göre de sonda sesimizi böyük milli liderimizin sesine, şairin sesine koşarak hamımız birlikte, qətiyyətlə deyirik. Sen bizimsen, bizimsen, ruhunda, bedende can, yaşa, yaşa, çok yaşa, eyvallah. Ve sonda sizlere iki kelime minnettarlık sözlerim. Əziz həmvətənlərim, əqidədaşlarım, cəbhəçi mübarizə dostlarım, var olun ki, bugün de, bu ağır zamanlarda da direnişin ünvanı olarak kalırsınız. Müqavimətin ünvanı olarak kalırsınız. Azərbaycanda azadlığın son qalası olarak kalırsınız. Var olun ki, təslim olmursuz. Var olun ki, bu mübarizə əzminizlə milletimize aşılıyorsunuz ki, bu milleti susturmak mümkün olmayacak. Bu milletin kalbinden azadlığı söküp çıkarmak olmayacak. Biz bütün çetinliklere sinə gələcəyik ve hamımız birlikte bacaracağıq. Eşq olsun benim əqidə dostlarıma. Eşq olsun Azərbaycanın şəxsiyyətlərine. Var olun.